Tanış olun, bura Bakı-Astara trasıdır. İki dövlətləri birləşdirən yol. Saatda 30 ilə 40 ilə düz yarım saat gedirik. Baxın yollara. O tərəfdən bu tərəfə şaqmanlar işləyir. Baxın, baxın, baxın. Probkadır. Yollara baxın, görün nə vəziyyətdədir. Baxın. Maşınlar görün hara ilə gedir. Bu yolda dövlətləri birləşdirən yoldur. Təzə yol çəkilir. Dövlət yol polisləri bilmirəm hara baxırlar. Şaqmanlar yükü həddindən artıq çox vururlar. Yolları baxın, bərbad hala. Təsəvvür edin, baxın. Yollar nə vəziyyətdədir. Baxın. Yollara baxın, baxın, gör insanlar nə vəziyyət. Bu insanlar rayonları baxın. Bu rayonlara gedirlər cəmaət. Heç kim nəzarət eləmir, heç kim baxmır. Elə bir hansısa bir küçəni, hansısa bir məhəlləni düzəldirlər. Asfalt qalxdıqca da şeylə sıyırırlar, baxın, sağdan gedən, soldan gedən. Saatda baxın, 0 kilometr. Baxın, bax, şaqmanlar məhv ediblər yola. Yoxdur, bax, baxın. Təsəvvür, baxın, qalıblar yolun. Baxın, baxın, bax, yolun. Baxın, bax, baxın, bax. Görün nə vəziyyətdədir. Bu dövlət səviyyəli yol. İki ölkələri bir-birinə birləşdirən. Baxın, o qədər yük vurub ki maşına. O qədər yük vurub ki maşına. Dağılıb, özü qırılıb ortadan. Qalıb yolun ortasında, baxın. Baxın. Bu şirkət mənim dövlətə bu qədər ziyan vurmaq haqqını kim verib bunlara? Kim icazə verib ki, bunlar bu qədər mənim dövlətim? Biraz qabaqda təzə çəkilmiş yol var. Biləsuvar yolu. Ara kənd, hansısa kənddir, mən dəqiq yadıma salım. Təsəvvür edin ki, o yol, bu Bəhrəmtəpə yolu da öyle, bu Masallı Bakı-Astara trasıdır. Bu təsəvvür edin, baxın. Bu Bakı-Astara trasıdır, baxın. Baxın, bax, hara baxır adiyyəti qurumlar, baxın. Baxın, görün nə vəziyyət. Bir ayın içində buradan insanlar ailəsi ilə, uşağı ilə Masallı turizm bölgəsidir güya, turizm inkişaf elətdiririk. Buradan bu hansı turist gedər buraya ilə? Baxın. Cəmaət sağ, sol, bilmir, ağaclıq. Hansı turist gedər bu yola? Hansı turizmin inkişafından danışa bilərik? Baxın. Baxın, bax, elə bir ki, baxın, sürətə baxın, 20, ancaq 20 ilə gedirik. Düz 1 saatda 20 ilə gedirik, elə bir ki, nə bilim, baxın, bax, bununla təmizləyirlər yolu, baxın, yolu bununla təmizləyirlər, elə bir ki, nə bilim, hansısa bir dağlara yol çəkirlər. Baxın, 21-ci əsrdə dövlətin milyonlarla pul xərclədiyi yolu hansısa bir şirkət yol düzəldəcək deyənə bu vəziyyətə qoymağa ixtiyarı var, yoxsa yoxdur? Kim baxacaq buna? Kim tədbir görəcək bunlara? Baxın, mən niyə narahat olmalıyam? Hansısa bir alternativ yol olmalıdır bunlar üçün. Kimsə bu dövlət yol polisləri onları saxlamır, baxmırlar onlara, heç kim nəzarət eləmir. Yükün 3 qat yük vururlar normadan artıq. Bax, yolları bu vəziyyətə salırlar. Çünki normal yük vursaydılar, tonajlı maşınların altında yollar bu günə qalmırdı. Bura Bakı-Astara trasıdır. Tamamından yük maşınları keçirdi. Baxın. Baxın dostlar, bax, bu vəziyyətdəyik, bax, bu da. Toz, torpaq, bura Biləsuvar, Bakı-Astara trasının Biləsuvardan keçən hissəsidir.